Salam, hər vaxt xeyir olsun. Hal-hazırda deməli mən Naxçıvan Muxtar Respublikası Mərkəz Klinikasının bir şikayətim olacaq. Şöbə müdür həkimi, radioloq Agil Quliyev deməli öz məkanı kimi buranı zənn edir və hal-hazırda da sağlıqçılar çağırıblar əsgər, bankomat göndərib. 2 gündür göndərir get Zulfaran Göydərə kəndi və eyni zamanda Bənəniyar kəndindən 4 dənə, 5 dənə uşaqdır. Gəlir bura, deməli, Agil doktor öz mülkiyyəti kimi həmin bu xəstəxanada öz hegemonluğunu edir. Yəni nə edir? Get sabah gəl, get birisi gəl. Baş həkimlə görüşmək istədim, vaxt tapa bilmədim hal-hazırda. Amma indi bu dəqiqə bu məsələ Naxçıvan Muxtar Respublikasında Mərkəz Diaqnostikada, yəni Səhiyyə Nazirliyi hara baxır? Səhiyyə nəyə baxır? Əgər mən uşaq böyüdüb əsgərlər göndərirəmsə, hərbi xidmətə göndərirəmsə və vətənə xidmət etsin, bu bizim borcumuzdur deyirik və gəlir bura, burada da günlərlə mənim limitim var 5 dənə, ondan artıq edə bilmərəm deyir. Bu hansı qanunvericiliyə uyğundur? Və insanlar niyə bu qədər incidirlər? Səbəb nədir? Bax, bugünkü gündə hal-hazırda olan vəziyyət heç də ürək açıcı deyil. Bir neçə dənə gənc əsgər olacaq. Uşaqları günlərlə xəstəxanada gözlətdirirlər. Yəni, belə bir şey mi var? Belə bir qanun mu var? Varsa bizim niyə xəbərimiz yoxdur? Qanunvericilik buna nə deyir? Sizcə bu doğrudurmu? Yəni, uşaqlar gəlib günlərlə həkim növbəsində duracaq. Həkim deyəcək, get bugün deyir, sabah gəl. Sabah deyir, o birisi gəl. Belə mi olmalıdır yəni?